Salam əziz şagirdlər, bugün 5-ci sinif riyaziyyat kitabının 1-ci hissəsindən səhifə 84-də olan ilkin yoxlama tapşırıqlarını həll edəcəyik. Dərsin sualların izahına keçməmişdən öncə nəzərinizə çatdırım ki, onlayn dərslərimizə qoşulmaq istəsəniz 051 759 55 96 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Videolarımızı bəyənib kanalımıza abunə olmağı unutmayın. Birinci tapşırıqda deyir ki, sözlə verilmiş onluq kəsirləri rəqəmlə yazın və ədəd oxuğunda göstərin. 0,6 belə göstəriləcək. 0,6. Bu 0,6 deməkdir. 2,3 2,3 2,3 0,8 0,08 3,55 3,55 oxunur. 3,55. Əgər ədəd oxunda biz bunu göstərmək istəsəniz bunları, bura əgər 0-dırsa 1, 2, 3, 4 0,6 0 ilə 1-in arasında yerləşəcək. Hardasa buralarda 0,6 2,3 2 ilə 3-ün arasında yerləşəcək. Hardasa buralarda 2,3 0,8 0,6-dan kiçikdir deyə hardasa buralarda yerləşər. 0,8 3,55 3-dən böyükdür, amma 4-dən kiçikdir. Hardasa buralarda yerləşər. 3,55. Keçək ikinci tapşırığa. Təsvirlə verilmiş onluq kəsirləri, rəqəmləri yazın və ədəd oxuğunda göstərin. Görək, burada A variantında cəmi neçə dənə damamız var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 1, 2, burada da 10, 10 20 dənə damamız var. 20-sindən 10 dənə burada, 4 dənə burada rənglənib. 10-da 4-ü, 20-də 14-ü rənglənib. Gəlin bunların hər birini 2-yə ixtisar edək. Bu olsun 10, bu olsun 7 və bunu onluq kəsirindən belə yazmaq olar. 0,7. Ədəd oxuğunda bu 0 ilə 1-in arasında yerləşəcək. Bu ədəd 0,7 kimi göstəriləcək. Baxaq B variantına. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənəsindən 9-u rənglənib. Yəni 0,9-u rənglənib. Bu da 0 ilə 1-in arasında hardasa burada yerləşəcək. 0,9 kimi göstəriləcək. Baxaq C variantına. C variantında görürük ki, burada biraz şəkildə, yəni ki, siz onu seçə bilmək olar. Yəni ki, necə? Burada 100 dənədir, arxasında da 100 dənə var. Bu 200 dənədir. Burada da 100 dənə var. Yəni bu 2 dənəsi, 2 dənə verilən hissə tam rənglənib. Bu 2 tam deməkdir. 2 tam. Burada da 100-ündən 10, 20, bu da 1. 21-i rənglənib. Yəni 100-də 21-i rənglənib. Niyə 2 tam oldu? Çünki 2 dənə burada tam hissə var. Bu da belə göstəriləcək. 2 tam, yüzdə 21. 0, 1, 2, burada 3 qəbul eləsək, hardasa buralarda yerləşəcək. 2 tam, yüzdə 21. Baxaq D variantına. Yüz dənə dama var. 4-ü burada, 2-si burada. Yəni 6 dənəsi rənglənib. 0,6 kimi göstəriləcək. O da 0 ilə 1-in arasında hardasa buralarda 0,6 kimi qeyd olunmalıdır. Üçüncü tapşırıqla gəlin davam edək. Adi kəsiri onluq kəsir, onluq kəsiri isə adi kəsir şəklində yaz. Verilib burada 10-da 3 göstəriləcək. 0,3 yüzdə 5 0,5 yüzdə 17 0,17
1,7 1,7 yəni 1,7 kimi göstəriləcək. 2,3 2,03 kimi göstəriləcək. 0,6 10,6 kimi göstəriləcək. 0,6 %6 kimi göstəriləcək. Niyə yüzdə oldu? Çünki vergüldən sonra 2 dənə varsa əgər ədəd, deməli biz 2 sıfırlı ədəd qoymalıyıq. Yəni 100 qoymalıyıq, altını da yuxarıda yazmalıyıq. 0,23. Niyə %23? 2 dənədir. 2 dənə də 0 yüzdədir. %23 kimi göstəriləcək. Daha sonra 1,2 vergüldən sonra bir dənə də olduğuna görə 10 bura yazılır, 2 də bura yazılır, 10'da 2. Sonra 1,15 2 dənə də olduğuna görə vergüldən sonra %15 kimi göstəriləcək. Keçək 4-cü tapşırıq. Müqayisə edin. Müqayisə edində indi biz gələcək dərslərdə öyrənəcəyik, amma sizə qaydalarını göstərim ki, məsəl üçün birinci ədədə baxıram 0,0. Bunları müqayisə eləmək olmur. İkinci rəqama baxıram, burada 0'dır, burada 2'dir. 2 böyük olduğuna görə deməli bura daha böyük olacaq. Gəldik bura 0,0. Sonra gəlir 2, bura gəlir 3. 3 2-dən böyük olduğuna görə deməli avtomatik 0,3 böyük olmalıdır. Bunu belə yazmaq olar. 0,7 kimi. Əlbəttə ki 0,8 0,7-dən daha böyükdür. Bunu yazmaq olar 0,13 kimi. 0,14 0,13-dən daha böyükdür. Bunu yazmaq olar 3,3 kimi. Bu da 3,30 verilir. Baxın, bu 3'dür, bu 3'dür. Bu 3'dür, bu 3'dür. Müqayisə etmək olmur. Sonra burada 0 gəlir. Burada heç nə gəlmir. Heç nə gəlmirsə də 0 gəlmiş deyə bilərik də biz buna. Onda bu ədədlər bərabər olacaq. Yəni, əgər ədəddən sonra 0 gələrsə, burada nəzərə almaya bilərsiniz. 5-ci tapşırıqla davam edirik. Boş xanaya uyğun ədədləri tapın. Bir təklikdə neçədən 10'da 1 var? Əlbəttə ki, 10 dənə 10'da 1 var. Niyə? Çünki 10'da 1'i 10'a vuranda onlar ixtisar edir, cavab qalır 1. Bir təklikdə neçə dənə 100'də 1 var? Yəni 100'də 1'i neçəyə vursaq 1 edər. Əlbəttə ki 100'ə vursaq ki 100'lər ixtisar etsin. 100 dənə 100'də 1 var. Bir 10'da 1'də neçə dənə 100'də 1 var? Yəni 100'də 1'i neçəyə vursaq 10'da 1 edər. Əlbəttə ki 10'a vursaq ixtisar edəcək, qalacaq 10'da 1. 10 dənə 100'də 1 var. 6-cı tapşırıq. Altıncı tapşırıqda bizə deyir ki, sıranı pozan ədədi müəyyən edin, həmin ədədin yerini dəyişməklə sıranı düzəldin. Yazıb ki, burada artan sırayla, yəni kiçikdən böyüyə doğru biz davam etməliyik. 0,32, 0,4, 0,41, 0,39, 0,5. Əlbəttə ki, burada 0,39 əslində 0,4-dən qabaq gəlməli idi. Yəni, belə yazılmalıydı. 0,32, 0,39, 0,4, 0,41, bir də 0,5 kimi yazılmalıydı. Gəldi B-yə, azalan sırayla, yəni böyükdən kiçiyə doğru. 1,2, sonra gəlir 1,5, 1,12, 1,1, 1,1. Böyükdən kiçiyə doğru gedəndə burada
1 tam %5 buradan çıxmalıydı. 1 tam onda birdən sonra gəlməliydi. Qanunən belə yazılmalıydı. 1 tam onda 2 sonra gəlməliydi 1 tam %12 sonra gəlməliydi 1 tam onda 1. Bu %10 kimi oxuya bilərsiniz, amma bu 0 nəzərə alınmır. Sonra gəlməlidir 1 tam %5 sonra gəlməlidir 1 tam %1. Niyə? Çünki bu 1 tam 1 tam. Sonra gəlir burada 0, burada gəlir 1. 1 0-dan böyük olduğuna görə daha qabaqda yazılmalıydı. Sonra burada da 1'dir. Deməli bu da 1 tam %5'dən qabaqda yazılmalıdır. 1 tam %5'in yeri burada olmalıdır. 7-ci tapşırıqla davam edirik. Verilmiş ədədlər arasında yerləşən 3 onluq kəsir yazın. Məsələn, 3,5 ilə 3,9-un arasında yaza bilərik. 3,6, 3,7, 3,8. Bu 2,7'dir, bu da 3,3'dür. Bunların arasında yazmaq olar 2,8, 2,9, 3,1 bunları yaza bilərik. 0,25 ilə 0,3'ün arasında ədədlər yazılmalıdır. Yəni 25 ilə 30'un arasında ədədlər yazılmalıdır. 0,26 yaza bilərik, 0,27 yaza bilərik, 0,28 yaza bilərik. Baxaq buna. 1,5, 1,57. Siz 1,5'i məsəl üçün bunun kimi göstərmək istəyirsə, bir dənə böyrünə 0 ata bilərsiniz. Onda daha 50 ilə 57'nin arasında elə bir ədədlər yazılmalıdır. 1,51, 1,53, 1,56 kimi göstərə bilərik. Baxaq buna. 2,1 ilə 2,2 arasında. Uşaqlar, bu 2,1'dən sonra nə yazırsa yazın, yəni bu sağ tərəfə nə yazırsa yazın, bu həmişə bundan kiçik olacaq. Niyə? Çünki 1 2-dən kiçikdir. Yəni burada rəqəmlərin çox olmağı heç bir önəm daşımır. Əsas mərtəbə vahidinin böyük olmasıdır. Yəni 2 tam %12 yaza bilərsiniz. Məsələn, bunu 0, bunu da 20 kimi göstərsəz daha rahat olur. 2 tam %13 göstərə bilərsiniz. 2 tam %19 göstərmək olar. Gəldik buna. 2 tam 8 ilə 3'ün arasında. Uşaqlar elə bilir ki, biz burada 2,9'u göstərə bilərik, başqa heç nə göstərə bilmərik. Xeyr. Sonsuz sayda ədədlər göstərə bilərik. 2 tam %95 göstərmək olar. 2 tam %87 göstərmək olar. Əsas odur ki, bu 2 tam 8, məsələn 2 tam 8'dən böyük ədədlər olsun, 3 tamı da keçməsin. Bu ədədləri biz göstərə bilərik. 8-ci tapşırıqla davam edirik. Hesablayın. 3,2 üstə gəl 0,4. Bu edəcək 6, 3,6. 2,5 çıxılsın 1,3. 5'dən 3 çıxacam 2, 2'dən 1 çıxacam 1, vergül gəlib düşəcək yerinə. Sonra 2 tam %28 üstə gəlsin 0,3. 8, bu edəcək 5, bu da edəcək 2 tam %58. Baxaq buna. 7 tam %64 çıxılsın 3,2. Yadda saxlayın. Onluq kəsirləri toplayıb çıxanda vergülü vergülün altına yazmaq lazımdır.
Boş olan yerə 0 ata bilərəm. 4-dən 0 çıxanda 4, 6-dan 2 çıxanda 4, 7-dən 3 çıxanda 4. Vergül də gəldi düşəcək bura. 5 tam %15 çıxılsın 1 tam %15. Bu edəcək 0, 0, 5-dən də 1 çıxanda 4 tam edəcək. Bu elədir, deməli bu ikisini cəmi elədi 4 tam. 4 tamın da üstünə 4 tam onda 7 gələndə bizə verəcək 8 tam onda 7. Bu misalın olacaq. Cavabı 8 tam onda 7. Digərlərini də burada götürmüşəm. Siz uyğun olan cavabları yazacaqsınız. 9-cu tapşırığa keçək. Hesablayın və müqayisə edin. Deməli, birinci 3,8-dən çıxaq 1,2-ni bizə verir 2,6. Bura oldu 2,6. 1,4 ilə 0,3 toplayanda edəcək 1,7. Hansı böyüdür? Əlbəttə ki, 2 tam daha böyüdür. Yəni 2,6 daha böyüdür. 7-nin üstünə 1,1 gələndə bu edir 8,1. 9 tam %82-dən çıxsam əgər 0 tam %72-ni bizə verəcək 9 tam onda 1. 9 tam onda 1, 8 tam onda 1. Əlbəttə ki 9 tam onda 1 daha böyüdür. Baxaq buna. 0 tam %45 üstə gəlsin 3 tam %33. 8, 7, 3. Bu edəcək 3 tam %78. Buna baxaq. 5 tam %76 çıxılsın. 1 tam %52. 4, 2, bu da 4. 4 tam %24 də bu eləyir. Əlbəttə ki 4 tam %24 daha böyükdür. 10-cu tapşırıqla davam edirik. Bir sahədən 23,5 ton, ikinci sahədən isə birincidən 2,3 ton az məhsul yığdılar. İki sahədən cəmi nə qədər məhsul yığdılar? Birincini götürsə 23,5, ikincini götürməliyik bundan az, 2,3 az. Yəni 23,5-dən çıxmalıyıq 2,3-ü. Bu da bizə verəcək, burada göstərim sizə 23,5-dən 2,3-ün çıxma qaydasını. 2, bu da edəcək 21,2. İki sahədən cəmi nə qədər məhsul yığılıb? Deməli, birinci sahə ilə ikinci sahədəkiləri toplamalıyam. 23,5 üstə gəlsin 21,2. 5 ilə 2, 7, 3 ilə 1, 4, 2 ilə 2, 4. Cavab edəcək 44,7 ton məhsul yığılıb. 11-ci tapşırıqla davam edək. Bir kiloqram qırmızı almanın qiyməti 2,5 manatdır. Ağ alma bundan 50 qəpik ucuzdur. 1 kiloqram qırmızı və 2,1 kiloqram ağ alma üçün nə qədər pul ödəmək lazımdır? Deməli, qırmızı alma 2,5 manatdırsa, ağ alma bundan 50 qəpik ucuzdursa, 1 manatımız 100 qəpikdir, 50 qəpik də %50 manatdır. %50 yəni 0,5 manatdır. Deməli, biz ağ almanı tapmaq istəyiriksə, 2,5 manatdan 0,5 manat çıxmalıyıq. Bu da bizə verəcək 2 manat. Ağ almanın kilosu deməli 2 manatdır. Deyir ki, 1 kiloqram qırmızı alma alıb. Yəni 1 vurulsun 2,5. Üstəgəl 2,1 kiloqramda ağ alma alıb. Ağ almanın da kilosu 2 manatdır. Yəni yarım kiloda bundan alıb. 2,1-i də vurmalıyam 2-yə. Bərabərdir. 1-i 2,5-ə vuranda 2,5. 2-ni də 2,1-ə vursam ixtisar gedəcək, qalacaq
1. 2,5 biri toplayanda edəcək 3,5 manat pul ödəmək lazımdır. Bununla da səhifə 84-də olan tapşırıqların izahına baxdıq. Onlayn dərslərimizə qoşulmaq istəsəniz 051 759 5596 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Videolarımızı bəyənib kanalımıza abunə olmağı unutmayın. Hər birinizə uğurlar.